2 metrdən 1, yox 3 metr, yox 2, 3 çox şeydir. Ha? 1 metrdən 1 okeydir. Ha. Amma baxır ərazimizin eynindən, mən ümumiyyətlə verərdim 0,5-dən. Amma 1 metrdən verirsə, çox vaxtda necə çəkirlər? 1, 2, 3, 4, 5 və buradakı da qalın olur. Nəyə görə? Ki, izoxətləri nazik verə biləsiniz. Bax, bunlar olur major izolines. Okey, ki, əsas 5 metrdən bir ərazi hissə olunacaq. Şeydən baxsan, onlar qalın düşür. Daha yaxından baxsan, uca metrlə bölünməyir. Siz ona görə 0,5-dən versəz və bunu şərtli işarədə elə də göstərilir də ki, nazik xətt göstərilir 1 metr, qalın xətt göstərilir ki, 5 metr. Və belə şeydə göstərilir, şərtli işarədə bunlar salınır, göstərilir. Və burada deməli nə şeydir, 0,5-dən eləsəz, nə bilim 2 metrdən bir qalın qoyun. 0,5, 2 metrdən qoyun. Ərazidən əraziyə fərq var da, ərazidə əyin çoxdursa, əlbəttə ki, artıq 5 metrdən eləyə bilirsiniz. Biz kəndlər üçün eləyirik 5 metrdən bir. Çox böyük ərazidə, amma kənddir 5 metrdən bir ki, əsas onlar görsənir, daha yaxından baxanda 1 metrliklər görsənir. Başlarla bağlı məncə bir şey qalmadı.